Salamlar. Az yaşlı uşağınız varsa, hava dəyişkənliyi zamanı xəstəlik qaçınılmazdır. Qızımda halsızlıq, qızdırma, burun tutulması, bəlğəmli öskürək, iştahsızlıq yaranmışdı. Demək olar ki, qızımdan sonra hamımız bu virusa tutulduq. Oğlum gecələr öskürəkdən boğulurdu. Bizim bu virusla necə mübarizə apardığımız haqqında sizə qısa məlumat verəcəyəm. İlk olaraq qeyd edim ki, qızıma qrip peyvəndi etdirməyi nəzərdə tutmuşdum. Bunu öncəki videolarda da qeyd etmişdim. Lakin qızım peyvənd Bakıya gəlmədən öncə xəstələndi. Uşaqlar gecələr rahat yatsın deyə həm tez-tez burunlarını təmizləyirdik, həm də inqalyasiya edirdik. Bu aparat burun təmizliyində çox əladır. Sizə də məsləhət görürəm. Aşağıda linkini yerləşdirəcəyəm. 2 cür başlığı var. Bu gördüyünüz əlimdəki körpələr üçündür. Onu oğlumda istifadə edirəm. Digər başlığı isə qızımda istifadə edirəm. Bu isə aldığım digər burun aspiratorudur. Üzərində belə bir pinseti var. Bu isə inqalyasiya aparatıdır. İçində 2 ədəd böyük və kiçiklər üçün nəzərdə tutulmuş maska var. 1 ədəd ağızdan nəfəs almaq üçün aparat, 5-6 ədəd əlavə qoyulmuş kiçik qubqalar. Hər dəfə istifadə etmədən öncə maskaları spirtləyirəm. Pediatrımız bütün dərman vasitələrini uşağın ayına və çəkisinə görə müəyyənləşdirmişdi. Pediatrın məsləhəti olmadan dərman vasitələrindən istifadə etməyin. Uşağın ciyərinə bilmədən zərər vura bilərsiniz. İnqalyasiya edərkən uşağın başının altına hündürdə qoymağınız vacibdir. Çünki maskanı əydikcə dərman dağıla bilir. Uşaq yatarkən istifadə etmək daha rahatdır. Hər hansı bir oyuncaq, televizor və yaxud da telefonda nə isə izlədə bilərsiniz. İnqalyasiya etdikdən sonra uşağı dərhal götürüb əlinizlə kürəyinə asta-asta vurursunuz. Ağız boşluğu və burun yolları yumşaldıqdan sonra aspiratordan istifadə edirik. Uşaqlar xəstələnərkən əsas məsələ onların burun yollarını təmiz saxlamaqdır. Həkiminiz məsləhət görürsə natri xlorla uşağın burnunu yuya bilərsiniz. İnqalyasiya etmək təxmini 4-5 dəqiqə çəkir. Kanalımda uşaq qidalanması, xəstəlikləri, uşaq idman hərəkətləri və digər mövzular haqqında məlumat ala bilərsiniz. Ümid edirəm ki, bu video sizin üçün faydalı olur. Özünüzdən müğayət olun. Hələlik.